Salam izləyicilərimiz. İndi göstərdiyimiz xəstəmizin residiv varikoz xəstəliyi və tromboflit. Birinci etap, yəni tromboflitin total endovenoz lazer birinci etapda. Görürsünüz, residiv ən ağır nəticə. Dəfələrlə deyilir ki, təcrübəli damar cərrahı bunu əməliyyat eləməlidir, flebektomiya. Görürsünüz, kəsilərin yeri görürsünüz, belə bir kəsilər aparıblar. Bu köhnə kəsilərdir. Çox düzgün deyil, çünki kəsə aparmalıdır qasqın əyəsindən. İndi bax, biz də ki, görürsünüz, total lazerin hesabına burada 1, 2, 3, 4, 5, 6 vazoviks keçmişik. Kəsirin yuxarı 6 vazovikslə. Nəyə görə? Medial şaxəsi qalıb və lateral asesor şaxəsi qalıb. Böyük dəraltı venada, demək görürsünüz, yuxarıda anevrizmatik şəkildədir. Yəni, bu çox əziyyətli. Bu tromboflit yaransa, birbaşa olur, bu birinci və tromboflit. Biz bunu müalicələndiririk ki, bilək xəstələrdə, ağır xəstələrdə, çox ağır xəstəlik, həm residivdir, həm tromboflitdir. Bir mənalı bunların ən yaxın çıxışı olur. Təcrübəli, bacarılı damar cərrahı total endovenoz lazım bilərsə, ya da ki, açıq əməliyyat, amma çox travmatikdir. O da ola bilər qalxma, spiral anesteziya. Onun biz seçmişik, total endovenoz lazım bilərsə. Bu birinci etap. Çox sağ olun.